Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, qardaş bacılarımız, yine sizin sağlık kazanmağınız için bir dənə çəkilişlə qarşınıza çıxmışam. Deməli, Balakən şəhərinin Poşbə kəndində bir dənə bacımız tək yaşayır. Mən bu videonu göstərdiyim anda yenə bir dənə video göstərəcəm üstə. Necə olduğunu, yağışın içəri necə yağdığını inşallah. Məqsədimiz də Allahın izni ilə. Gördüğünüz buranı bir dənə belə göstər zəhmət olmasa. Evin içi də çox pis doğrudan da çox pek bilmək istəmirəm. Yaxından görmək üçün gələ bilər. Deməli, evin içi doğrudan da çox pis vəziyyətdədir. Yerə kağız salıb üstündə yaşayırlar. Evin içi çürüyüb, tökülübdür. Məqsədimiz inşallah ki, qardaşlar, bu evin üstünü dəyişməkdir. Sadəcə ən az heç olmasa evin üstünün şifrini dəyişməkdir ki, içəri yağış yağmasın. Siz videoda yayın gördünüz, bacımız içəri bandalar qoymuşdu yağış yağmasın deyə. Deməli, bacımızın bir oğlu da hərbiçidir, daha doğrusu əsgərlikdə də xidmət edir. Vətana olan borcunu yerinə yetirir. Bu arada Allah Azze ve Celle əsgərlərimizi qorusun, veteranlarımızı qorusun, şəhid ailələrinin, analarımızı, atalarımızı əllərini öpürəm. Allah hər birisindən razı olsunlar. Bizim uğrumuzda, vətən uğruna, bayraq uğruna canına keçiblər. Allah ölkəmizi, millətimizi, prezidentimizi qorusun ki, hər türlü dəstək olur. Bu çəkilişə də inşallah ki, mən əminəm ki, bir çox qardaşlarımız bir dəstək olacaq. Gəlin zəhmət olması qardaş, belə göstərin, baxın. Evin bax, pəncərəsinə bax qardaş. Görün zəhmət olmasa. Baxın, qırıq-qırıqdır. Yəni nə gündədir. İçi də bundan betərdir. Bir dənə qardaş, yuvarı içərini göstərək inşallah ki. Dediyimiz kimi, bacımız tək yaşayır. Həyat yoldaşı dünyasını dəyişib, təxmini 5-6 olar dünyasını dəyişibdir. Yəni zəhmət olmasa buranı göstərək. Hər bir kəsdən xahiş edirəm. Vallahi billahi edirəm qardaş bacılarımız. Sizin göndərəcəyiniz 1 manat sizi kasıb eləməz. Əksinə, Allah subhanahu teala sizə 2 qatını verəcək. Göstər zəhmət olmasa qardaş, baxın. Bunu da biz fasildə gördüyünüz kimi biz paylaşmışıq yardımla bağlı. Allah razı olsun, gəlib yerləşdiriblər. Göstər qardaş, baxın. Evin içindən birbaşa yağış yağır. Doğrudan da çox pis gündədir qardaş, gəlin. Bir dənə bacımızın oturduğu yer, baxın buranın avesidir. Bir dənə oturduğu yer buradır. Yəni, o görmüşsünüz videoda ki, yağış yağır. Bax, yağan yer buradır qardaş, bax. Görürsünüz betondur, bax, beton üçün yol salınır. Bax qardaş, sudur ora bax, sudur qardaş. Bax, bura bax, kardonlar qoyub, tökülüb, bax, kardonlar yapışdırıb. Buradan içəri çox pis yağış yağıb, bir də içəri dəhşət rütubət var. Bizim məqsədimiz yenə deyirəm, Allahın izni ilə, sizin vasitəçiliyiniz ilə qardaşlar, bacılarımız, ən azı evin üstünü dəyişməkdir ki, bacımız da bizim kimi əlhamdülillah rahat yaşaya bilsin. Gəl qardaş, bir də ki, bacımızın, bax bir də o bir otaq, gəl göstər qardaş, bax, ora bax, yenə həmişə kimi yer, linoleumdir, bir beton ortasına salınıbdır. Burada ki, yəni yatmaq üçün istifadə olunur, bax, qırıq-qırıq, qardaşlar, qırıq-qırıq. Hər birinizdən xahiş edirəm, Allah üçün. Rasulullah sallallahu aleyhi ve sellem buyurub ki, sədəqə malımızı azaltın əksinə çoxaldır. Siz 1 manat verirsinizsə, təbii ki, inşallah ki, onun 2 qatı sizə qayıdacaq. Bir də ki, qardaş buradır, beton üstü. Burada ki, oturmaq üçün istifadə edir. Əlhamdülillah, bunu da biz yardım paylaşmışdıq, Allah razı olsun, bir qardaşımız gəlib bunu payladı. Allah razı olsun qardaşlarında ki, bizə izləyənlər buraya pay verirlər. Bu videonun üzərində və ya səhifəmizdə kart hesabımız qeyd olunubdur. Yaxından görmək istəyəndə bizlə əlaqə saxlaya bilər, gəlib yaxından göstərə bilərik, ərzaq verə bilərsiniz. Ən əsası bunun üstünü dəyişməkdir, xahiş edirəm. Üstünü dəyişək ki, biz növbəti proseslərə, çəkilişlərə göstərəcəyik ki, nə deyir? Əsas məbləğdir qardaşlar, əsas məbləğdir ki, biz üstünü dəyişək. Bütün gedişatı biz çəkib sizə paylaşacağıq. Allahın izinlə qardaş, bax. Bunu külək uçurub. Bax, o adam başını uçurub. Külək uçurub, bir təhər üstünə qoyublar. Allah Azze ve Celle malınıza bir işinize bereket versin. Esselamu Aleyküm ve Rahmetullah.